Xeyir olsun. Salam Çinarə, hər vaxtınız xeyir olsun. Bəli, vurguladığınız kimi Bakı şəhərində və Abşeron rayonunda kanalizasiya kollektorları və eyni zamanda tullantı suların təmizlənməsi üçün su təmizləyici qurğuların tikintisi layihəsinə başlanılıb və təbii ki, bununla bağlı informasiyaları da əldə edəcəyik və bu addımda ekoloji vəziyyətin yaxşılaşdırılmasına və kanalizasiya sisteminin strukturun daha da təkmilləşdirilməsinə xidmət edir. İnformasiyalar isə elə qonağın iri şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti mətbuat katibi Ceyhun Musaoğlu'dan alacağıq. Xoş gördük Ceyhun bəy. İşlər hazırda hansı yerlədir? Təfərrüatları sizdən eşidək. Çox sağ olun. Bakı şəhərinin ekoloji vəziyyətinin yaxşılaşdırılması və kanalizasiya infrastrukturunun müasirləşdirilməsi məqsədilə həyata keçirilən mühüm layihələrdən biri də dünən bu barədə də məlumat yaydıq. Zığ Hövsan kanalizasiya kollektorunun tikintisidir. Artıq layihə çərçivəsində ümumi uzunluğu 28 kilometr olan yeni kollektor xəttinin inşası, həmçinin müasir tələblərə cavab verən nasos stansiyasının qurulması planlaşdırılır və bununla yanaşı 23 kilometr Lökbatan hövzəsi üzrə gətirici kanalizasiya kollektor və tullantı suları üçün təmizləyici qurğunun, sahil kollektorunun yenidən qurulması üçün 9,4 kilometr mikrotunelin, o cümlədən 10,4 kilometr Dərnəgül-Bakıxanov Qaraçukur Hövsan kanalizasiya kollektorunun, 17 kilometr Müşfiqabad hövzəsi üzrə gətirici kanalizasiya kollektorunun və tullantı sular üçün su təmizləyici qurğunun 32,4 kilometr Pirşağı, 3,7 kilometr Müşfiqabad hövzəsi üzrə gətirici kanalizasiya kollektorunun, o cümlədən 15,2 kilometr mikrotunellərin və tullantı sular üçün təmizləyici qurğunun tikintisi nəzərdə tutulur. Artıq bu işlərin də bəziləri həyata keçirilir, planlaşdırılanlar da var və bununla bağlı biz məlumatlar da yaymışıq. Görülən işlər yeni kollektorlar vasitəsilə daşınan tullantı suların su təmizləyici qurğulara ötürülməsi və təmizlənməsini, su hövzələrinin tikilənməsinin qarşısının alınmasına xidmət edir. Təşəkkür edirəm. Çox sağ olun ətraflı məlumatı biz və tamaşaçılarımızla paylaşdığınız üçün. Bir də xatırladım ki, Bakı şəhərində və Abşeron rayonunda kanalizasiya kollektorları və eyni zamanda su təmizləyici qurğuların inşası layihəsinə başlanılıb və təbii ki, bu prosesdə iri şəhərlərdə ekoloji vəziyyətin yaxşılaşdırılmasına və strukturun daha da yaxşılaşdırılmasına xidmət edir. Çatıra biləcəklərimiz bu qədərdir. Söz yenidən sizdədir. Təşəkkürümü bildirirəm Rəqsanə, məlumatları bizə ötürdüyün üçün.